Salam əziz abituriyentlər və hörmətli müəllimlər. İmtahan qabağı sizə skelet üzərində bəzi ümumiləşmələr aparmaq istəyirəm. Yəni artıq indiyə kimi nə öyrənmişiksə, bu öyrəndiklərimizi ümumiləşdirib yadda saxlamaq üçün bu videonu çəkirəm. Deməli, demək olar ki, biz imtahanlarda sümük sistemindən, skeletdən həmişə suallar görürük. Burada diqqət eləməli olduğumuz məqam nədir? Birincisi, biz bunu qəbulda da görmüşük. Bizə əgər ətraf skeleti deyirsə, ətrafların skeleti deyirsə, biz ətraf deyəndə ətrafın çiyin qurşağını, yəni həm qurşaq hissəsini, həm sərbəst hissəsi haqqında fikirləşməliyik. Çünki məhz sərbəst hissəni deyəndə yuxarı ətrafın sərbəstliyi, məsəl üçün tapşırıqda və yaxud da yuxarı ətrafın qurşağı deyir. Lakin bizə yuxarı ətraf deyirsə, burada həm qurşağı, həm sərbəst hissəni nəzərdə tutmuş olacaq. Deməli, yuxarı ətrafın qurşağında bildiyimiz kimi 2 növ 4 sümük var. Həmin sümüklərə burada baxaq. Deməli, kürək sümükləridir, 2 ədəddir və növ olaraq yastı sümüklərə aiddir. Buradan görürük ki, kürək sümüyü gəlib, hər bir kürək sümüyü bir ədəd körpücük sümüyü ilə birləşir. Körpücük sümüyü də qarışıq sümüklərə aiddir. Növ olaraq, fikir versiniz, körpücük sümüyü ilə kürək sümüyü birləşir. Deməli, yuxarı ətrafın qurşaq hissəsi, yəni çiyin qurşağımız 4 sümükdən təşkil olunmuşdur. 2 kürək sümüyü, buradan çəkim sizə, 2 kürək sümüyü, yastı və 2 körpücük sümüyü və yuxarı ətrafın qurşaq sümükləri bir-biri ilə birləşiblər. Deməli, yuxarı ətrafın sərbəsti isə uzun borulu sümük olan bir ədəd bazu sümüyü, sait nahiyəsində deməli mil və dirsək, bu tərəfdə də baxaq, bazu sümüyü, sait nahiyəsində mil və dirsək, bir də əl darağı arxası, əl darağı sümükləri və falanqalardan təşkil olunmuşdur. İndi bunları da qeyd eləyərik. Və yuxarı ətrafın sərbəst hissəsi, yəni bazu sümüyü, yuxarı ətrafın qurşağından hansı sümüyə birləşir? Fikir versinizsə, kürək sümüyünə birləşir. Deməli, yuxarı ətrafın qurşaq sümüyü olan körpücük sümüyü də kürək sümüyünə birləşir. Yuxarı ətrafın sərbəsti olan bazu da kürək sümüyünə birləşir, körpücük sümüyünə birləşmir. Deməli, bizim yuxarı ətrafın sərbəst hissəsində, ümumi yuxarı ətrafların sərbəst hissəsində, deməli, bazu 1, mil dirsək 3. Bir ətrafda 3 olmaqla 2 ətrafda 6 uzun borulu sümüyümüz var. 6 yuxarı ətrafın sərbəst hissəsində 6 sümükdə hər iki sümük iliyinə rast gəlmək olar. Həm qırmızı, həm sarı sümük iliyinə. Çünki biz bilirik ki, qırmızı sümük iliyi bütün sümüklərdə var, sarı sümük iliyi isə yalnız deməli uzun borulu sümüklərdə var. Sonra nəyə qeyd eləmək istəyirəm? Burada qeyd eləmək istədiyim məqamdan biri də yuxarı ətrafın qurşaq sümüklərindən olan körpücük sümüyünün döş sümüyünə birləşməsi. Bildiyimiz kimi döş sümüyümüz bir ədəddir, amma 3 hissədən təşkil olunmuş olur döş sümüyü. Burada hissələri görə bilərsiniz. 1, 2 və 3. Lakin bir sümükdür. Və döş sümüyümüz də yastı sümükdür. Deməli, körpücük sümükləri gəlib hara birləşir? Döş sümüyünə. Deməli, biz insanda 12 cüt 24 qabırğa var. Bundan, bu qabırğalardan ilk deməli 7 cütü həqiqi qabırğa hesab olunur. Nəyə görə? Çünki bu qabırğalar arxadan deməli 7 döş fəqərəsinə, yəni 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci döş fəqərələrinə birləşir. Öndən isə gəlib birləşir döş sümüyünə. Təbii ki, burada fikir versinizsə, skeletdə bu hissə fərqli göstərilib. Çünki onlar döş sümüyünə birbaşa yox, qığırdaq toxuması ilə birləşir. Amma döş sümüyü, hər biri ayrı-ayrılıqda döş sümüyünə birləşir. Ona görə o qabırğalar, 14 qabırğamızı, yəni 7 cüt qabırğamızı biz həqiqi qabırğa adlandırırıq. 8-ci, 9-cu və 10-cu qabırğalarımız isə, 8, 9 və 10-cu cüt qabırğalarımız isə bir-biri ilə birləşir. Ona görə bu qabırğalar yalançı qabırğalardır. 2 cüt qabırğamız isə, yəni 11-ci və 12-ci cüt qabırğalar isə 11-ci cüt və 12-ci cüt qabırğalar isə 4 qabırğa isə arxadan 11-ci və 12-ci döş fəqərəsinə birləşsə də öndən sərbəstdir, heç yəni nə bir-birinə, nə də döş sümüyünə birləşmir. Deməli, insan döş qəfəsini bizdən soruşsa, döş qəfəsində bir döş sümüyü 24 qabırğa edir 25 və
12 döş fəqərəsindən təşkil olunmuşdur. Deməli 37 sümükdən döş qəfəsi təşkil olunmuşdur. Amma döş qəfəsinə birləşən sümükləri soruşsa, bu o deməkdir ki, bu sümüklər döş qəfəsinə aid deyil, amma kənardan onlara birləşir. Bu sümüklər hansı sümüklər olacaq? Deməli, o zaman biz nə edirik? Döş qəfəsi sümüklərini yazırıq, döş qəfəsini təşkil edən sümükləri və həmin sümüklərə kənardan hansı sümüklər birləşir? O haqqda fikirləşirik. Məsələn, deməli, döş qəfəsini təşkil edən döş sümüyünə döş qəfəsinə aid olmayıb kənardan birləşən 2 ədəd körpücükdür. Sonra, döş qəfəsinə aid olan deməli, döş fəqərələrinə nə birləşir? Birinci döş fəqərəsinə, deməli, buradan görürük ki, birinci döş fəqərəsinə axırıncı boyun fəqərəsi birləşir. Axırıncı döş fəqərəsinə isə birinci bel fəqərəsi birləşir. Deməli, 7-ci boyun, birinci bel, 2 sümük də burada, 2 də körpücük sümüyüdür və biz buradan biz görürük ki, insanın döş qəfəsinə kənardan 4 sümük birləşir. Bəs gövdə skeleti deyəndə nə nəzərdə tutulur? Gövdə skeleti deyəndə, gövdə skeleti döş qəfəsi sümük, yəni gövdə skeletini təşkil edən sümüklər döş qəfəsi sümüklərindən daha çoxdur. Hətta deyərdim ki, döş qəfəsi gövdə skeletinin tərkibinə daxildir. Nəyə görə? Deməli, gövdə skeleti deyəndə burada döş sümüyü, qabırğalar nəzərdə tutulur. Eyni zamanda onurğanın sadəcə döş fəqərəsi yox, onurğanın bütün fəqərələri gövdə skeletinin tərkibinə daxildir. Ona görə də biz belə də ifadə edə bilərik. Gövdə skeleti bərabərdir. Döş qəfəsi, üstəgələk, onurğanın boyun fəqərələri, bel fəqərələri, oma fəqərələri və büzün fəqərələri. İndi biz baxaq görək gövdə skeletinə aid olmayıb, ona kənardan birləşən hansı sümüklər var. Deməli, onurğa sütununun birinci boyun fəqərəsinə kəlləninənsə sümüyü birləşir. Bir bu. Sonra deməli, oma fəqərələrinə aşağı ətrafın qurşağına aid olan 2 çanaq sümüyü birləşir. Burada görürsünüz. 2 də bu, etdi 3. Sonra biz bayaq demişdik axı döş qəfəsinə kənardan birləşən sümükləri. Deməli, 2 ədəd də körpücük etdi 5. Deməli, gövdə skeletinə kənardan 5 sümük birləşir, döş qəfəsinə isə kənardan 4 sümük birləşir. Deməli, burada nəzərə alaq ki, aşağı ətrafının qurşaq skeletinə aid olan çanaq sümükləri növ olaraq yassı sümüklərdir və 2 ədəddir. Fikir versinizsə, çanaq sümükləri öz aralarında da bir-birinə birləşir və eləcə də onu, deməli, oma fəqərələrinə birləşir. Yəni, hərəkətsiz birləşir oma fəqərələrinə. Deməli, buradan nəyi bir də fikirləşək? Bizdən soruşsa ki, insanda məsələn çanaq sümüyü, sümükləri yox, sümüyü, bir ədəd çanaq sümüyü hansı növ sümüklərlə birləşir? Sümüyün növünü soruşsa, deməli çanaq sümüyünə uzun borulu but sümüyü birləşir, hərəkətli. Burada oynaq əmələ gətirir. Görürsünüz oynaq başını. Bir də oma fəqərələri birləşir. Fəqərələr qarışıq sümüklərdir. Bir də bir çanaq digər çanağa birləşdiyi üçün deməli o digər çanaq da yastı sümüyə aiddir. Deməli bizdən soruşsa ki, insanın bir çanaq sümüyünə, bir çanaq sümüyü yazmaz da, yəni çanaqlar yazmaz, yazar ki, insanın çanaq sümüyünə, yəni burada bir çanaq sümüyü nəzərdə tutulur. Neçə növ sümük birləşir? Deməli digər çanaq yastı, bud uzun borulu, oma fəqərəsi qarışıq sümük. Sonra buradan nəyi biz qeyd eləyək? Buradan başqa qeyd eləməli məqam bir də bax budur. İstəyirəm bunu mən sizə deyəm. Deməli biz bilirik ki, insanın kəllə skeletində 3 sümük birləşməsindən ikisi var, ancaq biri yoxdur. Deməli hərəkətsiz sümükdür əksəriyyəti. Bir alt çənə hərəkətlidir. Yarım hərəkətli birləşmə isə yoxdur. Bir də deyirəm, insanın kəllə skeletində ümumi həm visceral üst skeletini, həm kəllə qutusunu nəzərdə tuturam. Deməli, hərəkətli bir alt çənədir, hərəkətsiz, digərləri hərəkətsizdir, yarım hərəkətli isə yoxdur. Deməli, alt çənəmiz bir ədəddir və alt çənəmiz 2 gicgah sümüyümüzə, yastı sümüyə birləşir. Alt çənə 2 tərəfdən sağ və sol gicgaha birləşir. Burada hərəkətlilik varsa, deməli, oynaq var. Deməli, burada oldu 2 oynaq yarandı. Sual ola bilər ki, məsələn, bu oynaqların yaranmasında neçə sümük iştirak edir? Bir alt çənə, 2 gicgah, sağ və sol. Bir də axı bizim kəlləmiz birinci boyun fəqərəsinə hərəkətli birləşir.
bura hərəkətli birləşir. Bu o deməkdir ki, birinci boyun fəqərəsi ilə ənsə sümükdə hərəkətli birləşmə əmələ gətirib. Ümumiyyətlə bizdən soruşsa ki, insanın kəllə skeletində hərəkətli sümük birləşməsi, yəni sümüyün hərəkətli birləşməsini əmələ gətirən neçə sümük var? Onda biz götürəcəyik kəllə skeletinə aid olanı soruşsa, ənsəni, boyun fəqərəsini götürməyəcək. Çünki kəllə skeletinə aid deyil. Götürəcəyik buradan alt çənə sümüyünü, bir də sağ və sol gicgahı. Amma ümumiyyətlə desək ki, insanın kəllə skeletində oynaqların əmələ gəlməsində və ya hərəkətli sümüyün hərəkətli birləşməsinin əmələ gəlməsində neçə sümük iştirak edir? Yəni kəllə skeletinə aid soruşmadım burada fikir versinizsə, onda biz birinci boyun fəqərəsini də götürə bilərik. Sonra buradan başqa nə qeyd edə bilərik? Başqa onu qeyd edə bilərik ki, aşağı ətraflarda qurşaq və sərbəstdir. Aşağı ətrafların qurşaq skeletində bir növ sümük var. Yastı sümük, 2 sümükdür, çanaq sümüyüdür. Sonra deməli, sərbəst hissəsində isə insan orqanizmində olan ən böyük sümük uzun borulu bud sümükləridir, 2 ədəd. Burada isə qamış və incik var. Yəni fikir verirsiniz, bax qamış bu nisbətən enli olan hissədir, incik isə bu hissədir və burada bir də diz sümüyü var, İndi gəlin bu əl pəncəsinə baxaq. Qeyd elədim ki, baxacaq buna. Deməli, biz bilirik ki, bilək nahiyəsini əmələ gətirən sümüklər əl daraq arxası sümükləridir. Bunların burada deməli sayı verilib. Əl daraq arxasını əmələ gətirən sümüklərin sayı 8 ədəddir. Əl daraq arxasını əmələ gətirən sümüklər 8 ədəddir. Burada isə əlimizin üstündə olan bu əl darağıdır, 5 ədəddir. Barmaq falanqaları isə bir baş barmağımız istisna, digər barmaqlarda hər birində 3 barmaq falanqası var. 4 dəfə üçün 12, 2 də baş barmaqdadır. Bunlar falanqalardır. Fikir verirsinizsə, bir əlimlə indi çəkiliş aparıram, çətin göstərirəm. 1, 2, görürsünüz, burada 2-dir. Amma digər barmaqlara baxanda görürük ki, 1, 2, 3 barmaq falanqası var. Deməli, bir əlimizdə 14 barmaq falanqası var, 2 əlimizdə isə təbii ki 28. Ayaqlarda da vəziyyət budur, falanqalarda. Daraq arxası sümüklərinin sayı fərqlənir. Deməli, əldə bu daraq arxası sümüklər ümumiyyətlə qısa süngəri sümüklərdir, borulu deyil. Amma əl darağı sümükləri, barmaq falanqaları, bunlar qısa borulu sümüklərə aiddir. Ayaqda isə deməli, burada topuq nahiyəsi, təxmini o hissələri deyirik də biz. Bu daraq arxası sümüklərinin sayı 7 ədəddir. Burada sayanda görsənir. 2, 3, 4, 5, 6, bir dənəsi də aşağı tərəfdədir. 7 ədəddir. Sonra başqa biz nəyi qeyd edə bilərik? Başqa kəllə qutusundakı sümüklər, yəni kəllənin skeleti demirəm. Kəllənin skeletində qutu sümükləri, kəllə qutusunu, yəni beyin qutusunu əmələ gətirən sümüklər yastı sümüklərdir və onlar bir-birinə hərəkətsiz tikişlə birləşib. Burada tikişləri görə bilərsiniz. Hərəkətsiz birləşmə əmələ gətirib, yəni tikişlə birləşib. Ümumiyyətlə, kəllə skeletində alt çənədən başqa hərəkətli birləşmə yoxdur. Bir də unutmayaq ki, insanda 3 çənə var. Bir alt çənə, 2 isə üst çənəmiz var. Sonra buradan başqa nəyi qeyd edə bilərik? Buradan məsəl üçün bizdən soruşar ki, gövdə skeletində bir sümüklə birləşən sümüklərin sayı. Onda biz bilirik ki, onurğa sütununun büzdün fəqərələrinin sayı 4-5-dir. Bəzi insanlarda 4-dür, bəzilərində 5 ola bilir. Deməli, axırıncı büzdüm, məsələn, büzdüm fəqərələrin sayı 4 olan insanlarda 4-cü büzdüm, 5 olan insanlarda 5-ci büzdüm. Axırıncı büzdüm fəqərəsi heç nə bir sümüklə birləşir. Bir sümüklə birləşir. Özündən yuxarıdakı büzdüm fəqərəsi ilə. Əgər insanın 5 büzdüm fəqərəsi varsa, 5-ci büzdüm ancaq özündən yuxarı 4-cü büzdümlə birləşir. 4 büzdüm fəqərəsi varsa, özündən yuxarı 3-cü büzdümlə birləşir. Bir də bu sərbəst qabırğaların nəzərdən qaçırmayaq heç vaxt. Çünki insanda 11-ci və 12-ci döş fəqərələrinə birləşən 2 cüt sərbəst qabırğa, yəni 4 ədəd sərbəst qabırğa yalnız fəqərə ilə birləşir. Məsələn, bu 12-ci döş fəqərəsinə birləşən 12-ci cüt qabırğalardır. Bunlar yalnız 12-ci döş fəqərəsinə birləşir. 11-ci cüt qabırğalar yalnız 11-ci döş fəqərəsinə birləşir. Deməli, insanda
ümumi gövdə skeletində qabırğalar bir sümüklə birləşir və göstərdiyimiz sərbəst qabırğalar, bir də axırıncı büzdüm bir sümüklə birləşmiş olur. Hə, sonra biz nə deyə bilərik burada? Onurğa sütununda deməli biz bilirik ki, insan onurğa sütunu boyun, döş, bel, oma və büzdüm şöbələrindən ibarətdir. Burada 4 sümüklə birləşən onurğa şöbələri deməli döş fəqərələridir. Yəni onurğanın döş şöbəsinin fəqərələri 12 fəqərə döş fəqərəsi var. Bunlar 4 sümüklə birləşir. Belə ki, özündən yuxarıdakı qonşusu, özündən aşağıdakı qonşusu və hər birinə də 2 qabırğa birləşir, olur 4. Bir də oma fəqərələrini 4 sümüklə birləşən kimi götürə bilərik. Yəni özündən yuxarı qonşusu, oma fəqərəsi, özündən aşağı oma fəqərəsi. Məsələn deyə bilərsiniz, bəs birinci oma fəqərəsi, o da axırıncı bel fəqərəsinə yuxarıdan birləşir. Axırıncı oma fəqərəsi isə birinci büzdüm fəqərəsinə birləşir aşağıdan. Bir də bunlara çanaq birləşir. Boyun fəqərələri 2 sümüklə birləşir. Sonra bel fəqərələri 2 sümüklə birləşir. Büzdüm fəqərələrinin də axırıncı istisna olmaqla yerdə qalan büzdüm fəqərələri 2 sümüklə birləşmə əmələ gətirir. Məsələn, birinci boyun fəqərəsi kəllənin ənsə sümüyü ilə yuxarıdan birləşir, hərəkətli birləşmədir. Aşağıdan isə ikinci boyun fəqərəsinə birləşir. Yəni birdən fikirləşərsiniz ki, bəs birinci boyun fəqərəsi necə? O da 2 sümüklə birləşmə əmələ gətirir. Sadəcə onun biri onurğa sütununa aiddir, biri isə kəllə skeletinə aiddir. Bəs 7-ci boyun fəqərəsi yuxarıdan 6-cı boyun fəqərəsinə birləşir. Aşağıdan isə deməli onurğa sütununun döş şöbəsinin birinci fəqərəsinə birləşir. Deməli hər iki tərəfdən ancaq nə ilə birləşdi? Onurğa sütunu sümükləri ilə birləşdi. Biz də bilirik ki, növ olaraq da fəqərələr qarışıq sümüklərə aiddir. Belə. Diqqətiniz üçün təşəkkür.